Salam dostlar, çoxdan da köçmə işi ilə əlaqədar başım çox qarışıq idi, video çəkə bilmirdim. Bu arada keçən ayın, aprel ayının sonlarına yaxın Trump bir qərar da çıxartdı Green Card'la bağlı. Çoxlarınız yəqin ki, bu barədə eşitmişsiniz. Çoxlarınıza da maraqlıdır, nə olacaq, necə olacaq. İlk öncə deyim ki, yəni çox vaxtınızı almaq istəmirəm və başdan deyim ki, Green Card ləğv olunmayıb. Sadəcə Green Card prosesi ləğv olunmayıb, hansı ki, loteriya ləğv olunmayıb. Sadəcə bu proses bir balaca uzadılıb. Yəni koronavirusla bağlı bilirsiniz ki, hər şeyin vaxtı uzadılıb. Hətta vaxtı bitən vizanızın belə, pasportunuzun belə vaxtı uzanıbsa, deməli bu da uzanıb. Çünki bu xidməti göstərə bilmirlər, hal-hazırda işləyə bilmirlər və yəni bu Green Cardla bağlı prosesi eləyə bilmirlər. Amma Trump aprel ayının 23-ü ilə 24-ü səhv eləmirəmsə qərar çıxartdı ki, Green Card vizası olanların vaxtı 2 ay uzadılacaq. Yəni 60 gün uzadılacaq və orada qeyd elədi ki, yəni növbəti hər hansı bir dəyişikliyə qədər olarsa, yəni yenə də uzadıla bilər. Bu nə deməkdir? Birincisi, qanun aprel ayının 22-sinə qədər yəni viza alanlara aid deyil. Qanun tamamilə Green Card alanlara heç aid deyil. Çünki Green Card'ı olanlara, yəni Green Card kartı olanlara aid deyil. Sadəcə viza alanlara aiddir. Hansı ki, aprel ayının 22-sindən sonra kim ki viza alacaq, onlara aiddir. Biraz hava küləklidir. Bu arada Havaydayım. Havay adalarında biraz ətrafı çəkəcəm. Baxarsınız. Maraqlı, qəşəng yerdir. Nəysə, ümumiyyətlə Green Card'ı təkcə loteriya ilə almırlar. Yəni siz elə bilirsiniz ki, yəni sadəcə ildə bir dəfə loteriya keçirilir və o loteriyada qeydiyyatda ki, düşənlər Green Card alırlar. Elə deyil. Birincisi, ən çox burada məşhur Green Card alanlar iş vizası ilə, sonra evlənmək yolu ilə alanlardır və başqa Amerikaya köçüb sonra hər hansı bir vizaya ilə gəlib sonra Amerikada sığınacaq istəyib qalanlar da Green Card alırlar. Yəni bunların hamısına aiddir. Trump birincisi bunu nəyə görə uzatdı? Çünki yəni əsas işçilərin xaricdən gəlməsinin qarşısını almaq üçün. Çünki Amerikada artıq 20-25 milyona yaxın adam işsizliyə müraciət edib. Yəni bu rekord səviyyədə işsizlik deməkdir. Bu biraz da oyun kimi bir şeydir. Çünki dövlətdən pul almaq üçün eləyirlər. Dövlət əlavə pul verir işləməyənlərə. İkincisi, bu Trump ona görə elədi ki, yəni buna bəhanə axtarırdı zaten Green Card'ın hər hansı bir yolla qarşısını almağa, immigrantların qarşısını almağa. Bu da buna bəhanə oldu. Yəni Green Card prosesi tam ləğv olunmuyor. Bunu sizə qeyd edeyim, yəni təkrar izah edeyim. Green Card yəni ki, hardasa bir 50 ilə yaxındır ki, Green Card var Amerikada. Yəni Amerika Green Card verir. Bəlkə də ondan da çoxdur. Bir gün onu araşdırıb sizə çəkərəm video. Yəni bu proses ləğv olunmayıb. Sadəcə müvəqqəti olaraq uzadılıb. Yəni müvəqqəti olaraq dayandırılıb. Bu da virusla bağlı bir şeydir. Heç kim orada özündən şayət çıxartmasın ki, aynən Green Card ləğv olundu. Bu sualları mənə kimsə indən sonra verirsə ki, Green Card ləğv olundu, cavab verməyəcəm. Çünki yəni həqiqətən Green Card'ın ləğv olunmasından proses, yəni söhbət gedə bilməz. Yəni bunu Trump ləğv edən şey deyil. Yəni Amerikada qayda qanun var. Trump sadəcə təklif eləyə bilər. Yəni qanun Senat tərəfindən qəbul olunur. Sadəcə yəni uzadılıb proses və bu arada Green Card'ın nəticələri may ayının 5-i açıqlanacaqdı. Artıq 2-3 günə açıqlanmalı idi. Amma onun da nəticələri uzandı. İyunun 6-sına kimi uzandı. Yəni bu hər hansı bir dəyişiklik olsa yenə də sizə məlumat verəcəm. Sadəcə onu demək istəyirəm ki, Green Card nəticələri ləğv olunmayıb. Yəni Green Card ləğv olunmayıb. Sadəcə vaxtı uzanıb. Yəni bu burada əlavə məncə suala ehtiyac yoxdur. Bu arada çimərlikdəyəm. Havayda. Çimərlik havası da var zaten. Bu palmada Waikiki Beach'də məşhur palmadır. Yəqin ki, bir çoxlarınız şəkillərdə görmüşsünüz. Çox sağ olun. Özünüzə yaxşı baxın. Təşəkkürlər.